Baş məşqçi belə oları dünən iyunun 9-da Real Madriddə ilk məşqində Xabi Alonso bilirsiniz saat neçədə gəlmişdi? Səhər saat 7:30-dan adam məşq bazasındaydı. 7:30-da gəlib 18:30-da çıxıb 11 saat Realın məşq bazasında olub. Halbuki heç kim ondan bunu tələb eləmirdi. İlk iş günündə faktiki olaraq ilk rəsmi məşq tədbirində adam yəni ki futbolçulara tapşırıqlar bir yandan, nə bilim o köməkçilərinə nəzarət etmək, həriyə bir də bilim xüsusi tapşırıq verməklə məşğul idi. O biri dahi məşqçinin vaxtında nə edirdi? Gəzişirdi özü üçün belə, saqqız, burada da şey taxıb, kepkanı taxıb, belə baxır, 2-3 saat tamam olsaydı çıxıb gedərdi. Nəticə nə oldu? Real Madrid bu mövsüm, mən həmişə bunu deyirəm və deyəcəm də. Nəticə nə oldu? Real Madrid bu mövsüm Barcelona ilə maçlarda biabır oldu. Real Madrid Barcelona ile maçlarda məğlub olmamalıydı. Bu mövsüm uduzmamalıydı. Bu Barcelona məğlub edilmez Barcelona değil. Ama Ancelotti'nin Real'ı zayıf hazırlaması, rəqibi yaxşı təhlil etməməsi nəticəsində Real Madrid bu mövsüm 4 dəfə El Clasico'da uduzdu. Neyse, bu artıq keçmişdə qalıb. Mən artıq gələcəyə baxıram. Görürəm ki bu adam, yəni Alonso Real Madrid'i dirçəltmək istəyir, Real Madrid'e yeni nəfəs, yeni ideyalar gətirmək istəyir və yayılan məlumata əsasən dünən iyunun 9-da keçirilən məşqdən futbolçuların demək olar hamısı razı qalıblar. Hamısı o intensivlikdən, o hazırlıq prosesindən razılıq bildiriblər. Mən inanıram ki və düşünürəm ki Real Madrid qarşıdakı klublar arası dünya çempionatında yaxşı şəkildə çıxış edəcək. Ola bilsin ki biz klublar arası dünya çempionatının qalibi olmayaq, amma ən əsası bilirsiniz nədir? Ən əsası odur ki meydana baxanda, oyuna baxanda, televizor açıb futbola baxanda Real Madridin oyunundan biz iyrənməyək. Biz geridə qalan mövsüm ərzində Ancelotti'nin rəhbərliyi ilə televizora baxmaq istəmirdik. İşdən gəlib evə futbola baxmaq istəyəndə fikirləşirdin ki yenə həmin o mundar futbol görəcəyik. Mən inanıram ki Alonso bunu düzəldəcək və ekrana baxanda biz deyəcəyik ki mənim Madridim bax budur. Rəqibi əzib keçən Madrid budur. Barcelona ilə oyunlarda ayağı əsməyən Real Madrid. Rəqibin ümumiyyətlə kimliyindən asılı olmayaraq öz oyununu göstərməyə çalışan Real Madrid. İnşallah elə də olacaq. Dostlar, sizdən like, şərhlər və təbii ki bu videonu paylaşmaq xahiş olunur. Hər birinizə təşəkkür edirəm. Sonuna qədər Ala Madrid.